Marketlərdə satılan hansı kərə yağlarında palma yağı var? Son günlər bu məsələ bilirsiniz ki, gündəmdədir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin son bir ayda keçirdiyi reydlər nəticəsində bəzi kərə yağı markaları satışdan çıxarılıb. Siz indi ekranda bəzi kərə yağlarının şəkillərini görəcəksiniz. Bu yağların tərkibində məhz bitki yağı aşkarlandığı üçün onların satışına qadağa qoyulub. Xatırlayırsınızsa bir müddət əvvəl sizə özümün də evdə istifadə elədiyim orqanik qaymaq markasına aid olan bir kərə yağı markasını tövsiyə eləmişdim. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi orqanik qaymaq markasının əməkdaşlıq elədiyi bir neçə marketdə də reydlər aparıb. Həmin yağın tərkibində insan orqanizminə zərərli heç bir maddə və ən əsası isə bitki yağı aşkarlanmayıb. Adətən məhsul videoları paylaşanda insanlar sual verir ki, bəs siz paylaşdığınız məhsulların keyfiyyətinə zəmanət verirsinizmi? Bəli, araşdırmadan, keyfiyyətinə əmin olmadan və özümün də istifadə eləmədiyim heç bir məhsulu sizə də tövsiyə eləmirəm. İstifadə elədiyim orqanik qaymaq markasına aid olan təbii kərə yağı hələ ki bütün marketlərdə satılmır. Mən özüm onu sifarişlə əldə edirəm. Əgər siz də bu yağdan istifadə eləmək istəsəniz, aşağıda əlaqə nömrələrini sizin üçün qeyd edəcəm.